Salam əziz izləyicilər. Bugün ACA Financial Accounting syllabusu üzrə Sales Tax mövzusunu izah edəcəm sizə. Sales Tax əsasən VAT üzərindən gedən mövzudur. VAT Value Added Tax Azərbaycan iqtisadiyyatında, Azərbaycan maliyyəsində ƏDV, əlavə dəyər vergisi kimi izah olunur. ACA syllabusu üzrə Sales Tax Financial Accounting-də əsas 3 hissəni özündə göstərir: Output Tax, Input Tax və Irrecoverable Sales Tax. Yəni biz bu mövzuda bu üçünə toxunacağıq və izah eləməyə başlayacağıq. Birinci başlayaq ki, output tax və input tax nədir? Biz məsələn mal alırıq və yaxud da satırıq da, biz bir şirkətik və bizim gəlirimiz bundan formalaşır. Mal alanda və ya satanda əgər şirkətimiz ƏDV qeydiyyatındadırsa və biz ƏDV-yə cəlb olunan mal məhsul satırıqsa, biz təbii ki, onun satında onun ƏDV-sinə qeyd etməliyik və bilirik ki, Azərbaycan qanunvericiliyində əDV 18% üzərindən qeyd olunur. Bu müxtəlif ölkələr üzrə dəyişir. İtaliyada 11%, Almaniyada 19% və sair və ilaxır. Biz məsələn mal satırıq, tutalım ki, ABC MMC mal satmaq istəyirik. Məsələn, satırıq 1000 manata. Malın əsas price 1000 manatdır. Amma təbii ki də bunun özünün də bir ƏDV-si var. ƏDV cəlb olunandır. VAT də olsun 18%. Bu da gətirib çıxarır 180 manat ƏDV və cəmi malın dəyəri olacaq 1180 manat. Yəni bəsit şəkildə ƏDV bu cür hesablanır. Malın qiyməti onun ƏDV-yə cəlb olunan hissəsinin faizinə təbii ki vurulur və axırda ümumi bizə bir rəqəm çıxır. Təbii ki, malı alanda və ƏDV qeydiyyatda satanda da malı biz ƏDV ödəyirik. Lakin burada belə bir fikir formalaşır ki, biz tutalım ki, təbii ki biz nəyisə alıb satırıqsa, biz burada mənfəət güdürük, xeyir güdürük burada. ƏDV-dən biz mənfəət əldə edə bilərikmi? Sual formalaşır. Xeyr. Adətən tələbələrin və işləyənlərin də hətta əsas çətin çəkdiyi mövzu bundadır ki, bu ƏDV dövlət hesabına necə köçürülür, necə ödənilir bu ƏDV? İndi biz hamısını burada müəyyənləşdirəcəyik. Gəlin bir dənə qısa prosesə baxaq. Deyək ki, manufacturer, yəni birinci əl xam malı alır. Qiymət $50, ƏDV $9, ƏDV 18%-dən hesablanır. Option $9. Gedir onu wholesaler, topdan satışçı satır. $100, $18 ƏDV, $118. Burada fikir verin. Birinci ödədiyi $9, ikinci xeyirdə qazandığı $9. Daha sonra bu topdan satışçı bunu almışdı $18, ƏDV ödəyərək almışdı $118 ümumilikdə. Bunu satır satıcıya, ümumi satıcıya. $200 üstə gəlsin $36 ƏDV-yə. Və buradan da biz görürük ki, $18 ƏDV-də xeyir tutub. Bunu da nəzərimizə saxlayırıq. Daha sonra sonuncu mərhələdə artıq satıcı özü, axırıncı satıcı bunu müştəriyə satır. Adi bizim kimi insanlara. Məsələn, deyək ki, söhbət televizor və yaxud da mikrodalğalı sobadan gedir. 200 plus $36 almışdı $236, satında isə 350, üstə gəlsə $63 satır və buradan da $27 xeyir gedir. Və biz axırda görürük ki, bütün bu ödəyəndə tutulmuş xeyirləri biz hesablayanda 9, 9, 18, 27, $63. Elə axırda müştərinin ödədiyi $63 gəlib çıxırıq. Bu $63 bizim ümumi bu uzun müddətli bir prosesdə ƏDV-dən qazanılan belə deyim mənfəətdir ki, bu dövlət büdcəsinə, yəni vergi büdcəsinə ödənilir. Ümumiyyətlə sales tax ACA-də indirect tax sayılır, yəni dolayı yolla vergi sayılır. Bunun səbəbi nədir? Çünki fikir verin, birbaşa vergi deyil. Məsələn, mənfəət vergisi nədir? Mənim 100 manat mənfəətim oldu. Məsələn, 20%-ni ödəyirəm, 20 manat mənfəət vergim var. Birbaşadır. Əlimdə rəqəm var və ödəyəcəyim vergi var. Amma burada özünüz görürsünüz ki, proses bundan daha uzun hətta davam edə bilər və axırda ümumi cəmlə hesablanır. Axırda olan rəqəm ortaya çıxır. Baxın, bu $63 ortaya çıxır ki, bizim əlavə dəyər vergimiz, dövlətə ödəyəcəyimiz. Sual yarana bilər ki, bəs ola bilərmi ki, biz aldığımızdan daha ucuza sataq və mənfi işləmiş olaq? Müsbət xeyir tutmayaq, ƏDV-dən mənfi xeyir tutaq. Bəli, bu mümkündür. Bu zaman nə olur? Dövlətin bizə borcu, yəni verginin bizə borcu olur. Məsələn, eyni yolla baxanda 100 aldığımızı, 100 plus 18 aldığımızı 50 plus 9-a satsaq, mənfi 9. Burada artıq dövlət büdcəsindən, vergi büdcəsindən bizə ƏDV ödənişi olunur. Yəni onun bizə borcu olur. Bu cür tənzimlənir, debit, kredit kimi tənzimlənir. Ümumiyyətlə, bəsit düsturu nədir? Əgər output tax, satanda verdiyimiz vergi input taxdən böyük olarsa, bu zaman bizim tax authorities-ə borcumuz olur. Yox, input tax, output taxdən böyük olarsa, bu zaman tax authorities-in bizə borcu olur. Davam eləyək. Gross və net anlayışlarımız var bizim vergi cəlb olunanlarda. Çox basit anlayışlar əslində ilkin faizə gəlib çıxır. Məsələn, misalda deyək ki, malın qiyməti $100-dır. Burada VAT-də olsun 18%. Bir də deyək ki, bu $100 gross amount-dur. Yəni gross amount nədir? VAT inclusive. Yəni həmin məbləğin içində daxili. Gross nə deməkdir? Hamısı bir yerdə olan. Net nə deməkdir? Vergilərdən çıxılmış. $100 gross amount, yəni vergi ora daxildirsə, bizə hesablasa vergini tapıca necə hesablama olar? Biz biləcəyik ki, artıq $100 vururuq 18%-ə, bölürük 118-ə. 15.25 bu bizim ƏDV-mizdir, VAT-mizdir. 100-dən çıxılan məbləğ hissəsi isə 84.74, bu bizim
main price'dır, əsas price'dır. Əgərsə ki, yox, 100 bizim net amountumuzdur, bizə vergini hesabla, 100-ün 18%, 18 manat və yaxud da dollar olacaq bizim VAT amountumuz. Burada bu mövzuda əsas tələbləri çaşdıran onsuz da output və input taxi hansı dövlət büdcəsinə gedir, hansı büdcədən biz ödənilir. Output tax dediyim kimi input taxdan böyük olarsa bizim borcumuz var, input outputdan böyük olarsa verginin bizə borcu var. Bir şey də qulağımıza sırğa eləyək ki, biz ƏDV-dən mənfəət qazana bilmərik. Bu yolla gedəndə əslində hər şey tam aydın olur. Tax registered söhbəti var. Bəzi şirkətlər var ki, və yaxud da bəzi xidmətlər var ki, vergi cəlb olunmur və yaxud da bəzi şirkətlər vergi ödəyicisi deyillər. Bu Azərbaycan qanunvericiliyində və başqa ölkələrin qanunvericilərində dəyişir. Məsələn, ən əsas bildiyimiz dövləti 200 min manata qədər olan bəzi fəaliyyət sahələri var ki, 12 aylıq. Onlar ƏDV qeydiyyatında deyillər. Bu zaman proses necə olur? Gəlin hər iki nümunəyə baxaq. Məsələn, deyək ki, şirkət ƏDV ödəyicisi normal şəkildə. Double entry necə olacaq? Yəni accounting entry necə qeyd olunacaq ACA üzrə? Let's say business sells good for $600 plus sales tax $100, totally $700. Bizim $700 bizim ümumi pulumuz var, ödənişimiz var, mal satmışıq. 600 əsas məbləğdə, $100 da ƏDV-də. Burada faizi hesablamışam, sadəcə bir simvolik bir məbləğ. Double entry necə olur? Təbii ki, debit, cash or trade receivables, çünki biz mal satmışıqsa ya bizə cash gəlib ya da bizim alacağımız var. $700 sales, $600 satış və yerdə qalan $100 output sales tax və yaxud da VAT payable. Niyə kredit? Çünki payable-dır. Nəyə görə payable-dır? Biz satış eləmişik, output eləmişik. Bu bizim vergi qarşısında öhdəliyimiz yaradır ki, biz $100 büdcəyə borcluyuq. Ona görə bu payable sayılır və kreditdə qeyd olunur. Cəm olaraq da kreditlərin cəmi debitə bərabərdir. Bəli, deməli bizim accounting entry'miz tamamilə doğrudur. İkinci nümunə bizim aldığımız nümunə. Business purchase goods for $200 plus sales tax $36, totally $236. $236 bir alışımız var. Bizim 200 əsas məbləğ $36 ƏDV. Bu zaman tabirləşmə necə olur? Debitdə purchase hesabı açılır $200. Həmçinin debitdə tax receivable. Nəyə görə? Çünki bizim artıq dövlətdən istəyəcəyimiz var. Biz malı almışıq, biz ödəmişik qarşı tərəfin büdcəsinə və biz malı satmadığımız müddətcə dövlətin bizə borcu var. $236 və bu bizim həm də öhdəliyimiz və yaxud da bankamızdan çıxan məbləğdir. Yəni burada biz həm cash, həm də payable kimi qeyd eləyə bilərik. Yox, əgər şirkət tax registered deyilsə, proses necə gedir? Məsələn, deyək ki, business bought asset, let's say car for $5,000 və qarşı tərəfin də ƏDV-si plus $750 olsun. Deməli, biznesimiz maşın alıb $5,000 plus $750. Bu zaman bizim müqaviləşmemiz necə gedəcək? Biz inventory almışıq, amma business dediyim kimi bu nümunəmiz bizim necədir? Business vergi qeydiyyatında deyil. Bu zaman necə olur? Debit, asset deyib keçək. Inventory-də ola bilər çünki maşın. 5750, credit, cash. Deyək ki, cash-ını alıb 5750. Bayaqkına fərqin oldu. Bayaqkına biz sales tax-ı ayrıca qeyd edirik, burada qeyd eləmirik. Hamısı birbaşa gedir, oturur, capitalize olunur əsətin üzərinə. Sadəcə fərqi bunda formalaşır. Və yaxud da bu expense-ə məsələn deyək ki, adətən nümunələrdə kitabda da entertainment expense kimi qeyd olunur. Bu zamanda xərcə silinəcək bütün məbləğ və belə deyim də debit expense, credit cash kimi qeyd olunacaq. Vergidən söhbət də getmir, çünki şirkət vergi ödəyicisi deyil. Və bununla da biz mövzunun belə deyim də sonuna gəlib çatdıq. Biz nələri danışdıq? Output tax danışdıq. Satan da bizim vergimiz, formalaşan vergimiz, yəni malı satanda üzərinə qoyduğumuz vergi. Input tax malı alanda qarşı tərəfin üzərinə qoyduğu vergi. Irrecoverable sales tax əvəzləşdirilə bilməyən ƏDV, axırıncı hissədə danışdığımız. Nə dedik? Output tax input taxdan böyük olarsa bizim vergi öhdəliyimiz var dövlət büdcəsinə. Tərsinə input tax output taxdan böyük olarsa dövlət büdcəsindən bizə vergi həmin o məbləğ, aradakı məbləğ ödənilir. Bununla da sales tax mövzusunda izah eləmiş olduğum növbəti dərslərdə görüşmək ümidi ilə bizi izləmədə qalın və əgər müəyyən mövzularda istər sales tax, istər başqa mövzular suallarınız yaradarsa şərh bölməsində qeyd etməyi unutmayın. Sağ olun, salamat qalın.